Burada elmin müxtəlif cənab prezidentin çıxışı ilə bağlı müxtəlif məqamlara toxunuldu. Amma mən indi yadıma bir məqam düşdü ki, biz noyabrın 10-da qələbə günümüzü qeyd eləyəndə Nikol Paşinyan özünün sosial şəbəkəsində bir dənə bir robot paylaşmışdı. Öz-özünə yeriyən bir robot paylaşmışdı. Bu təsadüf idimi, yoxsa təsadüf deyildimi? Bunu artıq sizin öz mühakəminizə buraxıram. Və indi bugün Paşinyan Ermənistanda deyək ki, sülh müqaviləsi tərəfdarları kimi çıxış eləyir, amma cəmiyyətin böyük bir hissəsi, eləcə də dünya erməniliyi bunun əleyhinə çıxış eləyir və dünya erməniliyindən biz danışırıqsa ilk növbədə onu bilməliyik ki, bunun böyük elmi potensialı var. Dünyanın hansı universitetinə getsəniz, hansı elm mərkəzinə getsəniz, orada bu adamlar var və çox mühüm postlar tuturlar, çox mühüm resurslara, biliklərə malikdirlər və o adamların böyük bir hissəsi daşnaqdır və deyirlər ki, bizim belə bir potensialımız var. Biz gələcəkdə bunu yeni müharibə ilə filan və bu, yəni artıq hara düşüncələri gedir, onu özünüz məntiqi nəticə çıxara bilərsiniz. Əslində, mənə görə Prezident İlham Əliyevin AEMA-da, Elmlər Akademiyasında ölkənin elmi ictimaiyyəti qarşısında çıxışını Vətən müharibəsindən sonra yaranan yeni reallıqda ölkəmizin intellektual elitası və ziyalılarına növbəti müraciəti kimi dəyərləndirmək lazımdır. Yəni, bu çıxışa ayrıca baxmaq düzgün deyil. Bu çıxışa Vətən müharibəsindən sonraki çoxsaylı nitqlərin içərisindən ən azı 2 əvvəlki konseptual çıxışın davamı kimi baxmaq lazımdır. Bu birinci çıxış 2024-cü ilin yanvarında mətbuata geniş müsahibəsi idi ölkə başçısının və bu ilk dəfə ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunandan sonra edilən çıxış idi. İlk dəfə ölkə başçısı məhz bu çıxışda ziyalıları, ölkənin ictimaiyyətini, intellektual elitasını milli ideya quruculuğu ilə bağlı müzakirələrə çağırdı və çünki artıq Qarabağ problemi bütün siyasi görüşündən, hansı coğrafiyada yaşamasından asılı olmayaraq birləşdirən bir ideya idi və yeni bir ideyaya ehtiyac var idi. İkinci konseptual çıxışı isə 2024-cü ilin fevralında prezident seçkilərindən sonra olan inaugurasiya çıxışı idi. Vətən müharibəsindən sonraki bu çıxışlar gələcək üfüqlərə və ölkə başçısının Azərbaycanın və bizi hara aparmaq istədiyinin gələcək hədəfləri göstərən tezislər və ideyaları idi. Bu çıxışlarda eyni zamanda ölkə başçısı ölkənin intellektual elitasını və ziyalıları müzakirələrə dəvət edərkən eyni zamanda gələcəyin konturlarını və çərçivələrini vermişdi. Amma ən əsas, ən vacib məsələ o idi ki, ölkə başçısı bu çıxışlarında və müraciətlərində Azərbaycanın intellektual elitasından gözləntilərini də ki, yəni bizdən nə istəyir, onu özü bizə üfüqü göstərdi, konturları verdi, amma eyni zamanda bizdən nə istəyir, bunun mesajlarını verdi. Yəni biz bu mesajları əslində düzgün dəyərləndiririkmi və düzgün anlayırıqmı ki, məhz bundan sonra biz demək ki, hansısa təkliflərlə və yaxud çıxışlarla çıxışlar edin. Birinci çıxışda bayaq qeyd elədiyim kimi milli ideya məsələsi idi, amma ikinci inaugurasiya çıxışında ən vacib məqam gənclik və texnologiyalar məsələsi idi. Yeni texnologiyaların rolu məsələsi idi. Yəni, bilirsiniz, yeni texnologiyalar müasir dünya o qədər sürətlə inkişaf eləyir ki, burada mühafizəkar, konservativ yanaşmalar bəzən yerində deyil. Misal üçün, bugün Çin ilə ABŞ arasındakı rəqabəti həll edən ən əsas həll edici rol oynayan məqamlardan biri Çinin özünün mühəndis təhsilini necə qura bilməsi idi və Amerikalılar da artıq bunu qəbul edirlər. Burada
Rasim müəllim, hörmətli akademikimiz bunun bəzi məqamlarına toxundu. Yəni bu təhsil sistemi müasir mühəndisliklə onun tədrisi və ona yanaşma, müasir texnologiyaların tədrisi ilə yanaşma 10, 15, 20 il heç indiki biz hər hansısa bir konsepsiyanı qəbul eləsək, o qədər sürətlə inkişaf eləyir ki, 2 ildən sonra o köhnələ bilər. Burada demək çıxışında iki məsələni qeyd elədi. Bir, texnologiyalar, gənclərin rolu və ikincisi isə bu gənclərin milli mənəvi dəyərləri və ən əsas məsələ ideoloji təhlükəsizlik məsələsi. Azərbaycan ən unikal ölkələrdən biridir ki, bura eyni zamanda bir neçə istiqamətdən fərqli məqsədlərlə ideoloji hücumlara məruz qalır. Bu, qərbdən deyək ki, liberal, kosmopolit ideyaların hücumlarıdır. İrandan Şiə ədalət hekayəsidir. Rusiyadan Sovet dövrünün nostalgiya, sosial ədalət narrativləri əsasında olan hücumlardır və burada təhsil sistemini bu müasir texnologiyalar dövründə qurmaq və gənclərin beyinlərinə və ruhlarına sahib ola bilmək çox vacib və çox da çətin məqamlardan biridir. Bayaq Anar müəllim qeyd elədi, azadlıq. Bəli, elmin inkişafı üçün azadlıq şərtdir, lazımdır, vacibdir. Amma bu azadlığı verəndə də bax bu cür fəsadlar ola bilər. Ona görə qızıl ortanı tapmaq məsələsi çox çətindir. Amerikadakı nəhayət çıxışda ölkə başçısının 50 milyonluq Azərbaycanlı və Azərbaycan dili məsələsini verdi. Və əslində milli ideologiyanın, təhsilin qurularkən təkcə Azərbaycan Respublikasının vətəndaşları deyil, ondan kənarda yaşayan Azərbaycanlıları da nəzərə almalıdır. Yəni, Azərbaycan faktiki olaraq üç Azərbaycandan mən deyirəm ki, ibarət. Bir Azərbaycan Respublikasıdır, bir güneydə o İranın bir hissəsi olan Azərbaycandır, bir də Rusiyada yaşayan müxtəlif dövrlərdə ora miqrasiya etmiş Azərbaycanlılar və onların müxtəlif qohumluq əlaqələri var, gedirlər, gəlirlər və ona görə də biz ideoloji işi quranda eyni zamanda bu üç ölçünü, bu üç paradigmanı da nəzərə almalıyıq. Elmin üzərinə bu baxımdan müasir texnologiyalar dövründə çox böyük çətinliklər düşür, problemlər çoxdur. Misal üçün, mən sizə bir misal göstərə bilərəm. Telefon əlinizdə internetə girib ingiliscində Qarabağ Xaneyt yaza bilərsiniz və orada ədəbiyyat siyahısına baxın, görün orada bir dənə Azərbaycanlının adı varmı? Müəllif olaraq, istinad olaraq. Bunu deyə bilərsiniz ki, Azərbaycanlılara qarşı ayrı seçkili falan. Tamam, bu həqiqətin bir hissəsidir. Amma həqiqətin böyük bir hissəsi ondan ibarətdir ki, Azərbaycan alimləri, Azərbaycan tarixçiləri həmin bu platformalarda indiyənə qədər kifayət qədər çap olunmayıblar və oluna bilməyiblər. Gestor deyilən bir şəbəkə var. Bu nə demək? Misal üçün, çox kobud dildə deyim. Mən Britaniyanın hansısa orta səviyyəli və aşağı səviyyəli bir universitetində dərs deyən bir ingilisəm. Heç Azərbaycanlı. Azərbaycanda olmuşam, Azərbaycanın həqiqətlərindən xəbərdaram və regionla bağlı mən dərs deyirəm. Mən dərs deyəndə sadəcə olaraq Google searchdə qarşıma çıxan ilk materialları o silibüsə sala bilmərəm. Mən müraciət eləməliyəm peer review deyilən jurnallardan olan məqalələrə və ancaq onları istinad eləyə bilərəm. Yəni, bu baxımdan bir çox sahədə bizim problemlər var.
və onları da biz gərək aradan qaldıraq. Təhsil Nazirliyi olaraq bu yaxınlarda, misal üçün, siz bilirsiniz ki, Oxford Universiteti, Cambridge Universiteti ilə müqavilə imzalandı və 427 mənbəyə Azərbaycan alimlərinin məqalələrini yerləşdirmək üçün imkan və şərait yaradıldı. Və ümid edirəm ki, Azərbaycan alimləri bu imkandan istifadə edə biləcəklər. Sağ olun.